4 ildən sonra qızımız sürprizlə gəlib. İlk həmləliyimiz olub 2 il bundan əvvəl. Amma qeyd eləmək istəyirəm ki, birinci həmləlik uğursuz olmuşdu. 20-21 həftəsində erkən düşük olmuşdu, uşaqlıq boyun qısalmışdı və kəskin doğuş sancıları başlamışdı. Həmləliyi uğursuz idi. Sonra gəldi yanıma, diaqnoz qoyuldu. Uşaqlıq boyunun çatışmamazlığı. Ona uyğun müalicəmiz oldu. Sonra həmləliyə icazə verildi və həmləliyimiz əlbəttə ki, çətin keçdi. Uşaqlıq boyuna tikiş qoyuldu, yataq rejimi, müalicələr və hal-hazırda yaş yarımlıq balaca can balamız var, oğlumuz var. Sonra qızımız gəldi ki, bəs doktor testimiz göstərdi. Bugün ilk dəfə gəlib üzəyə sizlə bir yerdə baxardıq. Gözəl sürprizimiz buradadır. Döl kisəsi, sarı cisim kisəciyi və balaca embrionumuz. Hətta pulsasiya da var. Ürək vurusu var. Dünyanın ən gözəl melodiyası. Sizi təbrik edirəm. İnşallah axıra kimi çatar. Çox sağ olun. Böyüklərlə İnşallah. sizi bir də yola salaq. Canı sağlam, qucağımıza aldığımız kimi sizin sayənizdə bunu da inşallah axıra kimi uğurlu çatdırarıq. Allah hər kəsi sevindirsin gələn. Necə deyim, heç bir ev körpəsiz olmasın. Bütün qızların qucaqları dolu olsun. Mən də, atası da, bizim yəni sizə etibarımız o qədərdir ki, Torğa deyirəm ki, indi Naxçıvana gedirik, deyir olsun. Mən Naxçıvandan da gələcəm. Başqa həkim yəni ola bilməz də. Sağ olun. İnşallah sağ-salamat başa kimi çatarıq. Siz də sağ-salamat körpənizi qucağınıza alın. Çox sağ olun. Belə sürpriz Təbrik gəlsə də edirəm çox bir də sevindim. belə. Çox sağ olun. Bütün istəyənlər belə sürprizlərlə Amin. qarşılaşsınlar. Allah hər kəsi Hamısına belə sevindirsin. qismət olsun. Hamımız axıra kimi çatıb qucaq dolu Oğlumuz var, bir dənə də gedəsiz. qızımız olar Belə inşallah. Allah qoysa. Hər nə olsa Allahın payı sağlam olsun tək.